Sayın seyirciler, şu anda Azerbaycan'ın başkenti Bakü'deyiz. Cumhurbaşkanı İlham Aliyev, TRT Haber'in konuğu. Sayın Cumhurbaşkanım, öncelikle kapılarınızı bize, TRT ailesine, TRT Haber ailesine açtığınız için çok teşekkür ediyorum. Ve Fransa konusuyla başlamak istiyorum röportajıma. Son dönemde Fransa konusu çok fazla gündemdeydi. Özellikle Fransa Meclisi'nin ardından hemen Senatosu'nun almış olduğu sözde Ermeni iddialarının inkarını suç sayan tasarı Anayasa Mahkemesi'ne gitti ve Anayasa Mahkemesi bu tasarılara dur dedi, reddetti. Bunda Azerbaycan'ın ve Türkiye'nin büyük çabaları var. Bu kararı nasıl değerlendiriyorsunuz? Nasıl duygular oluşturdu sizde? İlk növbədə mən bütün Türk xalqını ve bütün Azərbaycan xalqını, dünyada bütün ədalət-sevər insanları bu qanunun ləğv etməsiyle əlaqədar ürəkdən təbrik eləmək istəyirəm. Mən hesab edirəm ki, Fransanın Konstitusiya Məhkəməsi ədaləti bərpa etdi. Çünki bildiyiniz kimi bu qanun heç bir tarixi reallığa əsaslanmayan, tarixi həqiqəti təhrif edən yalan üzərində qəbul edilmişdir. Türkiye ictimaiyyəti və Azərbaycan ictimaiyyəti və dövlət qurumları dərhal öz səylərini göstərməyə başlamışdır. Və mən çox şadam ki, bu səylər uğurla nəticələndi və Fransa Konstitusiya Məhkəməsi bir də onu göstərdi ki, yalan üzərində qurulmuş iddialar heç vaxt qüvvəyə minməyəcək. Eyni zamanda bu qanunun ləğv edilməsi söz azadlığına verilən böyük tövhədir. Təsəvvür edin, əgər bu qanun qüvvəyə minsəydi, onda söz azadlığı, fikir azadlığı haqqında ümumiyyətcə söhbət açmaq mümkün olmazdır. Mən çox şadam ki, bizim birgə səylərimiz nəticəsində və beynəlxalq dəstəyin nəticəsində bu qanun qüvvəyə minmədi və beləliklə ədalət bərpa edildi. Türkiye ile Azerbaycan kardeşliği son dönemde özellikle bu Hocalı faciasının dünyaya duyurulması çabasında bir kez daha kendini gösterdi. Özellikle Bakü ve Taksim'de çok büyük yürüyüşler ve mitingler geçirildi. Türkiye'nin dört bir yanında Hocalı katliamında şehit olanlar anıldı ve dünyanın 70 ülkesine de çok büyük faaliyetler yapıldı. Özellikle Taksim ve Bakü'deki büyük yürüyüşleri, mitingleri nasıl değerlendiriyorsunuz? Bu birlikten doğan gücün göstergesi miydi efendim? Əlbəttə ki, elədir. İlk növbədə demək istəyirəm ki, Xocalı faciəsi bizim böyük dərdimizdir, böyük faciədir. Erməni faşistləri tərəfindən 20-ci əsrin sonlarında türədilmiş şu böyük cinayətdir. Xocalı faciəsi erməni vəhşiliyinin, erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərmişdir. Dinç əhaliyə qarşı bu qədər qəddarlıq dünya miqyasında bəlkə də görünməmiş qəddarlıq bizim hamımızı dərindən kədərləndirir, hiddətləndirir. 613 günahsız insan, onlardan 106'sı kadın, 63'ü uşaq ermənilər tərəfindən qətlə yetirilmişdir. Və bu il Xocalı faciəsinin 20-ci il dönümünü həm Türkiyədə, həm Azərbaycanda biz qeyd elədik. Və bu nümayişlər, bu yürüyüşlər Türk və Azərbaycan xalqlarının birgə mövqeyi ilk növbədə bizim qardaşlığımızın nə qədər böyük olduğunu göstərdi. Bizim ürəyimiz bir döyünür. Həm Taksim meydanında, həm Bakıda 10 minlərlə insan öz etirazını və həlak olan şəhidlərin xatirəsinə olan ehtiramını ifadə etmək üçün küçələrə çıxmışlar. Bu böyük birlik təzahürüdür. Bu ədalətin təzahürüdür. Və mən tam əminəm ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaq. Türkiyədə və Azərbaycanda göstərilən həmrəylik və dayanışma təbiidir.
Çünkü bizim halklarımız kardeş halklardır. Biz daim bir yerdeyiz. Bütün meselelerde Türkiye ve Azerbaycan bir yumruq kimi fəaliyyət göstərir və mən əminəm ki, gələcək illərdə bu birlik daha da gücləndiriləcək. Siz birinci sualda Fransadakı qanuna toxundunuz. Deyə bilərəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan dövləti, Azərbaycan parlamenti ədalətsiz qanun qəbul olunduğu gündən dərhal hərəkətə başlamışdır. Prezident administrasiyası bəyanatlar vermiştir. Xarici İşlər Nazirliyi çox ciddi bəyanat vermişdir. Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmiştir və ona etiraz bildirilmişdir. Azərbaycan parlamenti 2 dəfə bu məsələ ilə bağlı öz mövqeyini bildirmişdir. Həm bəyanat qəbul edilmişdir, həm Fransa parlamentinə müraciət qəbul edilmiştir. Biz öz Fransadakı dostlarımızla çox sıx təmaslarda bulunduq. Fransa senatorlarının Azərbaycana gəlməsi və səfər zamanı bu müzakirənin geniş şəkildə aparılması bizim qardaşlıq borcumuz idi. Bizim Fransa ilə ilişkilərimiz artıq 20 il tarixə malikdir və Fransada bizim dostlarımız var və biz bütün imkanlardan istifadə etməyə çalışdıq ki, ədalət pozulmasın, ədalət bərpa edilsin və siz yaxşı bilirsiniz ki, Fransada qanunlara görə Anayasa Məhkəməsinə, yəni Konstitusiya Məhkəməsinə qanunun çıxarılması üçün senatorlar səs verməlidirlər və əgər o səsləri onlar yığmasaydılar, Konstitusiya Məhkəməsi bu məsələyə heç baxmazdı və avtomatik olaraq bu ədalətsiz qanun qüvvəyə minərdi. Ancaq senatorlar da çox böyük müdriklik göstərmişlər və bizim birgə səylərimiz nəticəsində bu qanun qüvvəyə minmədi. Onu da qeyd eləmək istəyirəm ki, bizim Fransadakı səfirliyimiz Türkiyə səfirliyi ilə bərabər böyük işlər aparmışlar və öz imkanları çərçivəsində sübut etməyə çalışmışlar ki, bu qanun ədalətsizdir, bu söz azadlığına vurulan zərbədir və eyni zamanda əgər bu qanun qüvvəyə minərsə, bu iki tərəfli münasibətlərə, iki tərəfli ilişkilərə çox mənfi təsir göstərə bilər. Mən çox şadam və bir də demək istəyirəm ki, həm ədalət bərpa edildi, eyni zamanda Türkiyə-Azərbaycan birliyi artıq dünya müstəvisində öz gücünü göstərmişdir. Və mən dəfələrlə demişəm, bugün də demək istəyirəm ki, bizim uğurlarımızın əsas mənbəyi bizim birliyimizdir. Bugün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bölgədə güclü nüfuza malikdir və bu nüfuz artıq bölgənin kənarına öz təsirini göstərməkdədir. Nə qədər biz bir yerdə olsaq, o qədər də bizim gücümüz artacaq. Bizim aramıza girmək istəyənlər var, biz onları tanıyırıq, biz onları qınayırıq və biz onlara qalib gəlirik. Ancaq daim biz bu məsələni diqqətdə saxlamalıyıq və bizim birliyimiz o qədər sıx olmalıdır ki, orada heç bir boşluq olmasın ki, istəyən bədxax, pis niyyətli qüvvələr öz arzularına çatmasın. Onlar heç vaxt çatmayıblar və çatmayacaqlar və Türkiyə-Azərbaycan birliyi və Xocalı anım günlərində özünü göstərdi, Fransadakı olaylarda özünü göstərdi və bütün başqa məsələlərdə bu özünü göstərir. Efendim zaten geçen yılda İzmir'de yüksek düzeyli stratejik işbirliği toplantıları yapıldı ve bu çerçevede de çok sayıda kararlar alındı, anlaşmalar imzalandı. Enerji anlaşmalarından tutun birçok alanda bu anlaşmalarda yavaş yavaş hayata geçirilmeye başlandı. Trans Anadolu gaz boru hattı anlaşması imzalandı. Bu çerçevede Türkiye-Azerbaycan ilişkilerinin ekonomik ve enerji alanındaki şu anki durumunu ve Türkiye-Azerbaycan ilişkilerinin gelecekteki durumunu bize değerlendirebilir misiniz? Mən çox şadam ki, bütün müstəqillik dövrü ərzində Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf etmişdir
və düşünürəm ki, indiki zamanda bu əlaqələr ən yüksək zirvədədir. Bizim dünyadakı ən birinci dostumuz, müttəfiqimiz Türkiyədir. Və əminəm ki, Türkiyə üçün də dünyada bir nömrəli dost, qardaş və müttəfiq Azərbaycandır. Bu böyük dəyərdir. Bu böyük neymətdir. Biz bu dəyəri qorumalıyıq və möhkəmləndirməliyik. Biz yaxın xalqıq, bir-birimizə çox yaxınıq. Bizim dilimiz də bir-birinə çox oxşayır. Tariximiz də birdir, kökümüz də birdir. Və ən önəmlisi ondan ibarətdir ki, bizim maraqlarımız da üst-üstə düşür. Və keçən il İzmirdə strateji işbirliği şurasının, konseyinin keçirilməsi hesab edirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin mahiyyətini açan bir vasitə idi. Bu şura çox önəmli bir qurumdur və birinci toplantı çox uğurlu keçmişdir. Siz qeyd etdiyiniz kimi çox sayılı sənədlər, müqavilələr imzalanmışdır ki, onlar da Türkiyə-Azərbaycan əlaqələrini qabağa aparacaq, irəliyə aparacaq. Bizim əməkdaşlığımızın ancaq 20 yaşı var. Bundan sonra 120, 220, əbədiyyətə qədər bizim işbirliyimiz davam edəcək. Və bugün siyasi əlaqələri möhkəmləndirməklə eyni zamanda iqtisadi sahədə biz gözəl imkanlar yaradırıq. Enerji məsələsinə gəldikdə bugün Türkiyə-Azərbaycan enerji işbirliyi nəinki bölgə üçün, dünya üçün əhəmiyyətlidir. Və bizim birgə təşəbbüslərimiz, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Trans-Anadolu qaz layihəsi, bütün bunlar bizim birliyimizi daha da sıx edəcək. Və eyni zamanda bölgədə və dünyada bizim təsir imkanlarımızı daha da artıracaq. Azərbaycanın çox böyük neft-qaz ehtiyatları vardır. Türkiyə çox böyük iqtisadi gücə malik olan bir ölkədir. Türkiyə ərazisindən keçən Azərbaycan nefti və qazı həm Türkiyə enerji təhlükəsizliyini təmin edəcək, eyni zamanda başqa ölkələrə Türkiyə vasitəsilə bizim resurslarımız nəql ediləcəkdir. Bax, bu qaynaqları, tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək biz istənilən məsələdə öz mövqeyimizi müdafiə edə biləcəyik. Çünki bugün dünya üçün və Avropa üçün enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Və biz yaxşı bilirik ki, gələcəkdə Xəzər hövzəsində yerləşən qaynaqlar böyük rol oynayacaqdır və bu məsələdə birinci sırada yenə Azərbaycandır. Bizim strateji enerji layihələrimiz digər sahələrə də təsir göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunu bərabər biz tikirik və ümid edirəm ki, bir ildən sonra o yolu biz açacağıq, beləliklə dünyanı birləşdirəcəyik. Türkiyə-Azərbaycan qitələri birləşdirəcək. Coğrafiyamız belədir, gücümüz də artır, enerji qaynaqlarımız da var, siyasi iradə də var və ancaq biz gələcəkdə bu işbirliyi gücləndirməliyik. Gələcəyə gəldikdə mən şübhə etmirəm ki, Türk və Azərbaycan xalqlarının müdrikliyi imkan verməyəcək ki, biz bu strateji işbirliyindən bir addım kənara ataq. Çünki bizim siyasətimizin təməlində bizim xalqlarımızın iradəsidir. Bizim xalqlar qardaş xalqlardır, bir-birinə bağlıdır və həm Fransadakı olaylar, həm Xocalı soyqırımının yad edilməsi bunu bir də göstərdi. Həm bizə, həm bütün dünyaya və istər-istəməz bu birliklə hər kəs hesablaşmalıdır. Mən ümid edirəm ki, gələcək illərdə biz iki tərəfli strateji işbirliyimizi daha da artıracağıq. Gələcəkdə işlər çoxdur. Biz daim təmasdayıq, daim əlaqə saxlayırıq və çalışırıq ki, beynəlxalq müstəvidə də öz siyasətimizi koordinə edək və əgər xatırlayırsınızsa, İzmirdəki gözəl mərasimlər və tarixi günlər Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə də Kesinlikle təsadüf olmuşdur
ve o vaxt İzmir'de çıkış ederken ben söyledim ki bu bizim yerimizdir ve bu sizin yerinizdir. Bizim müşterek yerimizdir. Ve biz bütün beynəlxalq təşkilatlarda Türkiyəni dəstəkləyirik və Türkiyə bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir. Ona görə mən deyəndə ki, bu işbirliyi və müttəfiqlik unikal xarakter daşıyır. Məhz bunları mən nəzərdə tuturam və bir də demək istəyirəm ki, bu böyük sərvətdir. Bu əsrlər boyu bizim xalqlarımız bir yerdə yaşamışlar və belə yaşamağı bizə vəsiyyət etmişlər və biz də bu vəsiyyətə sadiq olmalıyıq. Evet efendim, söylediğiniz gibi gerçekten biz bir millet, iki devletiz ve bunun gelecekte de çok önemli boyutları olacak. Çok daha iyi durumlara getireceğiz bu ilişkileri iki ülke yönetimi. Efendim, Azerbaycan'ın en önemli sorunlarından bir tanesi de Dağlık Karabağ sorunu. Azerbaycan'ın kanayan yarası olduğu kadar bu aynı zamanda Türkiye'nin de kanayan yarası. Karabağ sorunun çözümünde son aşama nedir, son durum nedir efendim? Kısaca ne tür mesajlar vereceksiniz TRT Haber aracılığıyla bütün dünyaya? Deyə bilərəm ki, bu məsələ ilə bağlı mütəmadi qaydada Türkiyə və Azərbaycan Xarici İşlər Nazirlikləri əlaqə saxlayırlar və biz bu məsələləri müzakirə edirik. Ona görə Qarabağ məsələsinin həlli ilə son duruma gəldikdə Türkiyə hökuməti bütün bu işlərdən xəbərdardır. İctimaiyyətə gəldikdə bir də demək istəyirəm ki, bu məsələnin həlli beynəlxalq hüquqdan keçir. Beynəlxalq hüququn kənarında heç bir razılaşma mümkün deyil. Birincisi, Dağlıq Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Qarabağ sözü bizim sözümüzdür. Erməni dilində Qarabağ sözü heç bir məna daşımır. Və biz bilirik ki, ermənilər necə ora gəliblər, kim erməniləri ora yerləşdirib və nə vaxt yerləşdirib. 1923-cü ildə Dağlıq Qarabağda Azərbaycan daxilində bir özərk status, yəni muxtar status verilmişdir. Bu məsələnin tarixi tərəfi. O ki, qaldı hüquqi tərəfə, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə Ermənistan daxil olmaqla Dağlıq Qarabağın müstəqilliyini tanımır. Və bu da təbiidir, çünki Dağlıq Qarabağ Azərbaycanın içində, ortasında yerləşir. Heç Sovet dövründə də Dağlıq Qarabağın inzibati hüdudları Ermənistan Respublikasının inzibati hüdudları ilə bir deyildi. Yəni o Azərbaycanın içində yerləşən bir kiçik bir vilayət idi. Və beynəlxalq hüquq tələb edir ki, bizim torpaqlarımız işğaldan azad edilsin, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtsınlar. Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar. 1 milyondan artıq Azərbaycanlı öz doğma torpağında qaçqına çevrilmişdir və torpaqlarımızın təxminən 20%-i hələ də işğal altındadır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, tələb edirdi ki, erməni qüvvələri Dağlıq Qarabağın içindən və ətraf bölgələrdən qeyd-şərtsiz çıxsın, ancaq bu qətnamələr icra edilmir. Ən böyük ədalətsizlik məhz bundadır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edir və bir neçə saatdan sonra bu qətnamə icra edilməyə başlayır. Ancaq bizə gəldikdə bu ədalətsizlik 20 ildir ki, davam edir. Ona görə beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bütün bizim qaçqınlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. O ki, qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayıblar, elə də yaşayacaqlar. Bizim buna etirazımız yoxdur. Və bu, dünyada qəbul edilmiş gözəl təcrübədir. Hər bir ölkədə, bəlkə də Ermənistan istisna olmaqla, müxtəlif xalqlar yaşayır. Türkiyədə, Azərbaycanda, demək olar ki, dünyanın əksər ölkələrində. Ermənistan monodövlətdir. Orada ermənilərdən başqa heç kim yaşamır, çünki yaşaya bilmir. Yaşatmırlar başqa milləti onlar. Ona görə Azərbaycan çox milli bir dövlət kimi, əlbəttə ki, orada yaşayan ermənilərə də şərait yaradacaq, onlara da kömək edəcək
və onlar gələcəkdə Azərbaycan dövlətinin vətəndaşları kimi bütün hüquqlardan istifadə edəcəklər. Əgər Ermənistan reallığı nəzərə alsa və dəyişən, Azərbaycanın xeyrinə dəyişən vəziyyəti nəzərə alsa, onda o düzgün qərar qəbul edəcək, işğal edilmiş torpaqlardan çəkiləcək, ondan sonra sülh bərpa ediləcək, bütün yollar açılacaq, bütün ölkələr, xüsusilə Qafqazda və bizim coğrafiyamızda yerləşən ölkələr bir-biri ilə yaxın əlaqədə olacaqlar. Bizim istəyimiz bundan ibarətdir. Bizim bir qarış Ermənistan torpağında gözümüz yoxdur. Baxmayaraq ki, tarixi Azərbaycan torpaqlarıdır onlar. İrəvan xanlığı, Zəngəzur maxalı, Göyçə maxalı, bütün bizim torpaqlarımızdır ki, Ermənistan orada dövlət qurub. İkinci erməni dövlətinin Azərbaycan torpağında qurulmasına biz heç vaxt buna imkan verməyəcəyik. Bax, əgər bir də demək istəyirəm ki, Ermənistan indiki reallıqları və Azərbaycanın artan siyasi çəkisini, iqtisadi gücünü nəzərə alsa, düzgün addım atsa, işğal edilmiş torpaqlardan çıxa bilsə, o zaman Dağlı Qarabağda bugün yaşayan ermənilərə də xidmət etmiş olar. Əgər bunu anlamasa və öz işğalçı siyasətini davam etdirsə, o zaman Ermənistan üçün, Dağlı Qarabağ üçün nəticələr çox acı ola bilər. Ne öngörüyorsunuz? Ne kadar süre içerisinde çözülür bu sorun? Ve hangi yöntemlerle, dediniz az önce hukuki yöntemlerle biz bunu istiyoruz dediniz ama farklı yöntemlere başvurulabilir mi? Yəni, beynəlxalq hüququn kənarında biz burada bir çözüm görmürük. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlı Qarabağa müstəqillik, yəni bağımsızlıq verməyəcək. Və nə qədər tez Ermənistan bunu anlasa, o qədər yaxşıdır. Ermənistan əslində mövqeyindən geri çəkilməlidir. Onların mövqeyi Dağlı Qarabağı müstəqil ölkə kimi görməkdir. Ancaq bu mümkün olmayacaq. Çünki Azərbaycanın razılığı olmadan bu olmaz. Biz isə heç vaxt razılıq verə bilmərik. Ona görə əgər Ermənistan bu mövqedən geri çəkilərsə, o zaman tezliklə biz məsələnin həllinə nail ola bilərik və ermənilərin Qarabağda, Dağlı Qarabağda yaşaması, yəni normal yaşaması, təhlükəsizlik şəraitində yaşaması mümkün olacaqdır. İndi onlar qorxu içində yaşayırlar. Biz bunu bilirik. İnsanlar daim qorxu içində yaşaya bilməz. Çünki onlar da gözəl bilirlər ki, bugün Azərbaycan ordusu öz suverenliyi Dağlı Qarabağda asanlıqla bərpa edə bilər. Asanlıqla. Sadəcə olaraq biz istəmirik ki, yenə qan tökülsün, istəmirik yenidən müharibə başlasın. Biz çalışırıq ki, sülh yolu ilə, danışıqlar yolu ilə bunu edək. Kim istəyər ki, yenidən müharibə başlasın? Ancaq bu vəziyyətlə də biz barışa bilmərik və ümumiyyətcə bu vəziyyət çox davam edə bilməz. Və əgər fikir vermişsinizsə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri və xarici işlər nazirləri bəyanatlar verirlər ki, status quo qəbul edilməzdir. Status quo dəyişilməlidir. Bu bəyanatları onlar yalnız keçən ildən başlayaraq verməyə başlamışlar. Nə üçün? Çünki hamı yaxşı anlayır ki, status quo belə qala bilməz. Günü-gündən güclənən Azərbaycan və günü-gündən zəifləyən, fakirləşən Ermənistan. Necə ola bilər ki, bizim torpaqlarımız işğal altına qalsın? Mümkün deyil. Hər gün, hər ay, hər il Azərbaycan əhalisi artır, Ermənistan əhalisi azalır. Yəni, yenə də deyirəm, erməni rəhbərliyi bu məsələyə reallıq prizmasından yanaşmalıdır. Heç olmasa bir 5 ili, 10 ili qabağa proqnozlaşdırmalıdır ki, görsün ki 5 ildən, 10 ildən sonra burada güclər nisbəti necə olacaq. Və heç vaxt Azərbaycan dövləti bu vəziyyətlə barışmayacaq. Azərbaycan gəncləri bu vəziyyətlə barışmayacaqlar. Ermənistanda bəzi hallarda yanlış bir fikir var idi ki, nəsillər dəyişəcək, gənc nəsil yetişəcək, onlar heç Qarabağda olmayıblar, onlar Qarabağa qayıtmaq istəməyəcəklər. Bu tamamilə yanlış bir yanaşmadır. Bəlkə ermənilər üçün bu xasdır, amma Azərbaycan xalqının tarixi yaddaşı var. Bakıda çadır şəhərciyində doğulan
Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusuyla yaşayır. Və Qarabağ heç vaxt unudula bilməz. Heç vaxt. Ona görə gec-tez biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mənim buna şübhəm yoxdur. Sadəcə olaraq mən istəyirəm ki, bu tezliklə olsun və əgər mümkündürsə qan tökülmədən olsun. Efendim çok teşekkür ediyorum. Sayın seyirciler, Azerbaycan Cumhurbaşkanı İlham Aliyev TRT Haber'in konuğuydu ve samimi duygularını TRT Haber'le paylaştı. İyi günler, iyi çalışmalar.